Salam əziz dəyərli izləyicilər. Bugün sizə xərçəng bürcünü təqdim edirəm əzizlərim. Əziz xərçəng, bax bu həftə sən daha da həssas, eyni zamanda daha da güclü olacaqsan. Bax, ətrafında baş verən hər hadisəni daha da dərindən hiss edəcəksən. İnsanların niyyətini tez anlayacaqsan. Bəzən kədər, bəzən qəribə bir rahatlıq hissi yaşaya bilərsən. Bu bir ruhsal təmizlənmənin əlamətidir sənin üçün əzizim. Keçmiş xatirələr tez-tez ağlına gələ bilər bu həftə. Amma bu dəfə səni incitmək üçün yox, həyatdan dərs almaq üçün hamısını, bəzi şeyləri xatırlayacaqsan. Çalış, bax, özünü dinlə, cavabını orada taparsan, yəni iç dünyanına taparsan. Çünki içində danışılmamış mövzular, içində bəzi yaralar var sənin əzizim. Biraz səbirli, amma önəmli bir mərhələdir bu həftə sənin üçün. Uzun müddətdir verdiyin zəhmətlərin nəticəsini yavaş-yavaş görməyə başlayacaqsan. Amma bu nəticəni birdən-birə yox, yavaş-yavaş görəcəksən. Elə bir addım-addım gəlir. İş yerində səni sınayan insanlar olacaq. Bəziləri sənin sakitliyini zəiflik kimi görə bilər, amma bu böyük yanlışdır. Sən bu həftə susaraq çox şey deyirsən elə bir. Yeni məsuliyyətlər verilə bilər sizə. Bu isə gələcəkdə mövqeyinin möhkəmlənəcəyinə işarədir əzizim, üzr istəyirəm. İş dəyişmək istəyən xərçənglərsə hələ tələsmək doğru deyil sizin üçün. Məmnun deyilsən işindən və ya çevrəndəkilərdən məmnun deyilsən. Amma sizdə gizli fürsətlər artıq formalaşır. Karyerayla bağlı verdiyin bir qərar ailə həyatına da təsir edəcək. Buna görə də addımı ölçüb biçmək siz üçün çox vacibdir. Hisslərinlə yox, intuisiyanla hərəkət etsən, yəni yanılmazsan. Maddiyyat səni düşündürür, həm də öyrədir əzizim. Keçmişdə etdiyin səhvləri xatırlayıb, eyni yola bir daha düşməmək üçün içində güclü bir istək yaranıb. Gəlir artımı mümkündür, amma paralel olaraq gözlənilməz xərclər də çıxa biləcək. Ailə ilə bağlı ola bilər, övladın varsa övladla bağlı ola bilər. Borc alıb borc vermək kimsəyəsə biraz ehtiyatlı olmalısan. Yəni bu həftə sənə pul az gəlsə də, amma ağıllı idarə etməlisən. Maddi qərarların gələcək aylar üçün sənin üçün çox əsas ola biləcək. Səbir, planlı davranış tam səni rahatlığa doğru gətirə biləcək əziz xərçəng. Bu həftə deyərdim çox dərin, həssas. Yəni həftə sənin üçün çox səmimi keçə bilər bəziləriniz üçün. Ailəvi xərçənglərin münasibətləriniz daha ya yaxın olacaq, ya da uzun müddətdir danışılmayan mövzular açılacaq. Həqiqətlər ortaya çıxacaq, amma bu həqiqətlər bir-birinizi dağıtmaq üçün deyil, münasibəti sağlamlaşdırmaq üçün olacaq. Sevgilisi, partneri olan xərçənglərsə bəzi dalğalanmalar mümkündür. Qısqanclıq, həddən artıq bağlılıq hissi arta bilər. Amma subaylar çıxsa bu həftə ruhən yaxınlıq hiss etdiyiniz biri ilə tanışlıq ehtimalı var. Bu da tanışlıq dərhal böyük bir sevgi olmayacaq. Düz dərin bir iz buraxa bilər. Amma burada keçmiş sevgilindən də xəbər alma ehtimalı yüksəkdir sizin üçün. Amma bu dəfə qərar vermək sənin əlində, sənin öhdəndə ola biləcək ki, yəni o qapını onun üzünə açacaqsan ya yox. Bax, könlün çox yorğundur əziz xərçəng. Bir anlaşmamazlıq, qısqanclıq ortaya çıxa bilər, məsafə qoya bilərsən. Bitirdiyin bir ayrılıq, ya həyat yoldaşın bir-birinizi itirdikdən sonra qədrini bildi və ya gedən sizin qədrinizi bildi. Ürəyində sıxıntılar, gizli saxlanan bir şeylər, hər kəsin eşitməmədiyi bir məsələlər. Bax, anidən dişiniz ağrıya bilər. Həkimə müraciətin ola bilər. Bütün qapılar açılacaq, durğunluq olduğun keçəcək. Sənə ehtiyacı olan ola biləcək.
Həyat yoldaşın sənə qısqanclıqlar edir. Huzur istəyirsən, artıq hərdən fikirləşsən ki, danışmaq üçün, anlatmaq üçün kimsə yox. İçim çox doludur. Keçmişi, gələcəyi, bugünü düşünürsən. Həyatını düşünərək düzəmə qoyacaqsan, salacaqsan. Çox şeyləri geridə qoydun, çox sıxıntıları geridə qoydun. Ev məsələsində, ya ailədə olan bəzi məsələlər həll olunacaq. Qısa boylu, biraz iri gözlü birilərindən xəbər gələ bilər. Birinə sir verdin, sir dedin, planını danışdın. Ona bir peşmansan ki, naxaq danışdım. Buğa, oğlaq bürcü həyatınızda varsa da 3 həftə içində bir görüşünüz ola bilər. Seçənəklər ola biləcək, təklif gələ biləcək. Bir ortaqlığı qəbul etmək istəyəcəksən, əzimli, verimli olaraq çalışırsan, birilərinin üzərinə gedərək ya üzərvə alaraq çox yoruldun ondan, çox yordu, bezdirdi səni. Telefon almaq niyyətin var, ya maşınını dəyişmək niyyətin var, ya nömrəni dəyişə bilərsən. 6 ayın içində ailədən biriləri bir evlənməsilə bir sevinç gətirəcək bu ocağa. Bəzi insanların gerçək yüzünü görəcəksən, sancılı dönəmlər bitir. 5 rəqəmi siz üçün çox uğurludur. 2-3 dənə əlində işin var. Bir dənə anidən iş qapısı açılır. Sevincli olacaq. Ailənlə, evlə xəyalların var. İkinci evliliyə addım atmaq istəyən biriləri də var. Maddiyyatla məsələlər çox önəmli olacaq. Mal, mülk, təzminat, həyat yoldaşının mal bölgüsü ola bilər ailəsindən. Aldım, verdim, sözlü, söhbətli məsələlər. Güclü gəlir axını da ola bilər sənin üçün, bəziləriniz üçün 6 ayın içində. Mirasla əlaqəli məsələlər, vergilər, borclarla məşğul olacaqsınız. Önəmli gəlişmələr, haqqın olanı alacaqsan. Əməliyyat mı sizə deyiləcək və ya əməliyyat mı düşünürsünüz? Damar, varikoz ağrıları, sağlığını çalış mərkəzdə qoy, küllərindən yenidən doğulursan, rəsmiyyətlə əlaqəli işiniz ola biləcək, bir neçə məsələlər siz üçün önəmli cavabdehlikləriniz ola biləcək, ailə içində qaynana məsələləri, kürəkən, gəlin məsələləri, narahatlıqlar ola bilər, valideynlə də aranızda söhbət ola bilər. 15-dən sonra ruhunu dinləyəcəksən, bəzinizsə ziyarətə, ümrəyə getmək fikriniz var, anidən yol açılacaq əzizim sizlər üçün. Bu həftə yuxularınız gerçək ola bilər. 2-si, 17-si, 27-sinə diqqət et, rəqəm çıxdığına görə dedim əzizim. Bir yerdən qazanırsan, bir yerdən gedir. Çalışırsan, qazandığın pulun heç kim əlindən ala bilməz, haqqını ala bilməzlər. Qorxularla üzləşmə ola bilər. Bəzi yanlışları düzəldirsən, başqa birilərini düşünərək sıxıntıya salırsan özünü bəzən. Bir yola gedəcəksən, göz yaşın olmuş əzizim. Məsafəli yoldan gələn olacaqsa, hərəkətlənmə, 3 yerdən parça-parça əlinə az-az pullar gələ biləcək. Könlün çox yoruldu. Dost, rəfiqə, yoldaş, anlaşmamazlıq, qısqanclıqlar, məsafə qoyduqların ola biləcək, bitirdiklərin ola biləcək. Bəzi məsələlərlə əlaqəli yara aldın əzizim. O yara aldığın yerin pərdəsini bağlayırsan. Birilərinin dəstəyini ala bilərsən. O dəstək sənə güc verə bilər. Səsinlə, söhbətinlə diqqət çəkəcəksən. Bəzilərinin diqqətini çəkəcəksən. Pislikləri atacaqsan. Tez silə bilmədiklərin də var əzizim. Çevrəni belə təmizləyəcəksən. Qaranlığı aydınlığa çevirəcəksən. Garantilisən, yatırımı sevirsən. Tamamlanmayan işləri tamamlayacaqsan. Qorumağı sevən insansan. Ailəni qoruyursan. Maşını dəyişmə, maşını alma düşüncəsi var. Zəkanla, duruşunla önə çıxırsan. İnadlaşma var ortada. Çox şey özünüz edirsiniz. Fərqli yuxu görə bilərsiniz bu həftə. Bir də sağlığınızla əlaqəli bir zəhərlənmə, bir sancılar anidən ola bilər. 6 ayın içində maddiyyatla sevinciniz ola biləcək, dəstək gələcək. Qapılarınız açılır. Amma hal-hazırda indi bəzilərinizin zehni çox qarma-qarışıqdır. Kiçik addımlar atacaqsınız. Bəziləriniz 7 ay, bəziləriniz 7 il keçirdiyiniz ağrılar. Yəni zamanın boş keçdi, ömrün boşa getdi, düşünənlər var. Çox şey gözdən keçirəcəksiniz. Xərclər, ailə mövzuları da ön planındadır. Valideyninlə, böyüklərinlə, ana tərəfindən bağlı mövzular gündəmə gəlir. Keçmişdən gələn incikliklər, susaraq yığılan sözlər danışılmaq istəyəcəksən. Bu həftə ailədə vasitəçi rolunu sən oynaya bilərsən. Qohumlarla bağlı xəbərlər, gözlənilməz görüşlər mümkündür. Evdə dəyişiklik etmək, köçmək, bəziləri köçmək fikri qərarı ala biləcək.
Değişikliklər sənə daxili bir rahatlıq gələ biləcək. Artıq ailə içində bəzi mövzularla əlaqəli bəzi məsələlərə elə bir şey qoyacaqsınız, sərhəd qoyacaqsınız elə bir. Bəzi insanların artıq həqiqi üzünü görəcəksiniz. Dost bildiyin bəzi insanların əslində sənin qədər səmimi olmadığını hiss edə biləcəksən əzizim. Bu səni üzsə də əslində böyük bir ayıqlıqdır, aydınlıqdır mı deyim. Amma əvəzində çoxdan tanıdığın, amma dəyərini gec anladığın bir insan sənə dəstək olacaq. Buna təəccüb edə bilərsən. Qonşularla bağlı kiçik söz-söhbətlər və ya dedikodular mümkündür. Sosial mühitdə seçici olmaq sənə xeyir gətirəcək. Hamıdan bu həftə yaxşı yox, özünlə yaxşı olmaq. Bax, dərsi gəlir sənin üçün kainatdan əzizim. Biraz həssas tərəfin nöqtəsi ruh halında əzizim biraz. Duyğularını içində yığmaq səni çox yorur. Yuxu rejiminə diqqət etməlisən bu həftə. Çünki gecələr çox düşünürsən, baş ağrıları, halsızlıqlarına səbəb olur səndə. Yəni ruhunu təmizləmək üçün tək qalmağa ehtiyacın var. Yəni tək qalanda bu yalnızlıq deyil ki, özünlə görüşmədir, iş dünyanla danışmadır əzizim. Hər sözü ürəyinə salma. Riskə girmə. Evin içində, evdə kiçik qəzalar ola bilər. Nəsə düşə bilər, yana bilər, nə bilim, su turbası partlaya bilər. Sunan, qazla əlaqəli çölə də gedəndə evdə diqqət edin, baxın, diqqətli olun. Bir də bəzi elə bir evinə girib çıxan insanlara fikir verin. Düzdür, çox vaxt artıq çox insanı evinizə buraxmırsınız. Ancaq qohum əqraba deyirsiniz, artıq qonum qonşu bəzilərindən uzaq olursunuz. Çünki hamının üzünü gördünüz. Amma yenə də diqqət edin. Evə girib çıxan nəzəri deyə bilər, gözü deyə bilər, gözü qala bilər ocağında. Hər kəslə hər şeyi paylaşmaq məcburiyyətində də deyilsən əzizim. Bax, bu fevralın 10-na kimi bəzilərini sınanırsınız. Səssiz qalmaq sizin silahınızdır, yəni düşmənə qarşı, pis insanlara qarşı. Bu həftə çox da səsküylü deyil, səssiz gəlir. Doğru insanla edilən bir söhbət, vaxtında verilən bir qərar. Yox deməyi bacarmaq, bunlar sənin uğrundur əzizim. Artıq bəsdir ki, yəni hən deyirsən, sonra əziyyətini də sən çəkirsən, söz verirsən, əziyyətini özün çəkirsən. İçindən gələn his adətən doğru ola biləcək. Qorxma, addım at. Yəni iç dünyanla bu həftə danışmaq sənin xeyrinə ola biləcək. Amma bəzən keçmişi buraxa bilmirsən. Çünki keçmişdə o qədər səni üzdülər ki, sən o qədər hamı üçün qaçdın ki, yenə də günahkar səni saydılar bəzilər. Amma yenə də kimlərisə otuzdurmağı bacarırsan yerində. Keçmişi buraxsan, gələcək səni özü tapacaq. Sən artıq köhnə yaralarla deyil, yeni bir güclə yoluna davam etməlisən, hazır olmalısan. Düzdür, göz yaşı çıxır burada, amma hər göz yaşı təmizləyir insanı. Hər susqunluq səni böyüdür. Sonra da rahatlaşırsan. Yəni rahatlanman ola biləcək, zaman lazımdır, zamana burax. Düşüncələrin var, ailənlə, övladının varsa övladının gələcəyini düşünürsən, gələcəyinlə çox arzularını yavaş-yavaş yerinə yetirəcəksən, inan. Yatırımlar, ya ev tikirsən, ya başqa bir yerdə tikib bəlkə də kirayə vermək istəyirsən, planlar edirsən və ya bir özün üçün iş yeri açıb gələcəyi düşünürsən. Bunları hamısını edəcəksən, amma 10-15 gün içində ya dost, ya rəfiqəyə biraz diqqət et ətrafında. Ani bir söz səni incidə bilər, sənə deyə bilər, xətrivə deyə bilər əzizim. Tək addımlarla deyirsən ki, o pis insanlardan, pis niyyətli insanlar yanımda olunca tək bu yolu yürüyüb, tək özüm hərəkət etsəm 1000 dəfə yaxşıdır düşünərək addımlar atsam. Amma kiçik-kiçik balıqlar, kiçik-kiçik ruzular gələcək əlinizə. Əlinizə açar da alırsınız, düzdür, ev arzusundasınız, amma bu il inşallah bir yenilik siz üçün olacaq əziz xərçənglər. Diqqətinizə görə var olun, sağ olun, dəstəyinizə görə çox.